Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində məzunların buraxılış mərasimi keçirilib. Mərasim Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Müdafiə Nazirinin şəxsi heyətlə iş üzrə müavini general-leytenant Kərim Vəliyev tədbirdə çıxış edərək deyib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycana yenidən hakimiyyətə gəldikdən sonra silahlı qüvvələrin fəaliyyətində əsaslı dönüş yarandı. Qeyd edib ki, bugün də Azərbaycanda ordu quruculuğunda dövlət səviyyəsində xüsusi diqqət göstərilir və dövlətin prioritet sahələrindən birinə çevrilib. General-leytenant diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində silahlı qüvvələrin də üzərinə böyük məsuliyyət düşür. Ermənistan-Azərbaycan münaqişəsinin həllində silahlı qüvvələrimizin müstəsna rolu vardır. Aprel ayında cəbhədə baş verən son hadisələr dövlətimizin, xalqımızın və Azərbaycan əskərlərinin silahının gücünü düşmənə, eləcə də bütün dünyaya bir daha nümayiş etdirdi. Çıxışlardan sonra Bakı Ali Hərbi Məktəbinin məzunlarına diplomlar təqdim olunub. Buraxılış kursunun 4 məzununa fərqlənmə diplomu və Müdafiə Naziri General-Polkovnik Zakir Həsənovun adından qiymətli hədiyyələr təqdim edilib. Təsiratlarımız çox gözəldir, çox sevincliyik. Bugün bizim üçün çox sevincli, həm də əlamətlər bu günlərdən biridir. Bundan sonra çalışacaq ki, vətənimizə layiqli evlad olaq, vətənimizi daim keşiyində duraq. 7 ildir oxuyur, 7 ildir. Canı sağ olsun, həmişə vətənin keşiyində olsun. Sağ-salamat yoldaşlarınla beraber. Bundan sonraki fəaliyyətimiz inşallah yaxşı olar. Vətənə layiqli övlad olarıq. Bütün məzun yoldaşlarımı da, leytenant yoldaşlarımı hamısını təbrik edirəm. Sağ olun. Məzun adını dadmaq necə bir histir? Çox yaxşı histir. Sevindirici bir haldır ki, Azərbaycan Respublikasına gələcəkdə xidmət edəcək. Sevindirici bir haldır. Çox sevinirik. Allah'a şükür ki, leytenant rütbəsini ala bildik. Uzun ömür arzulayıram, çox sevinirəm. Yüksək vəzifələrdə olsun. Bütün analara bu sevinci arzu edirəm. Öz adımdan, bir də ki, leytenant yoldaşların adımdan hamını təbrik edirəm. Neçə ildir gözləyirdi, axır ki, qismət elədi bu günə. Bir daha təbrik edirəm. Qabaqdan gələn 26 iyun silahlı qüvvələr münasibətlərdə bütün leytenant yoldaşlarımı, bütün hərbiçi yoldaşlarımı təbrik edirəm. Ümumiyyətlə, silahlı qüvvələrimizin günü-gündən inkişafı, xalqımıza olan onların dəstəyi, xalqımızın onlara qarşı olan dəstəyi hamımızı sevindirir. Mən onlara hər bir valideyn kimi onu deyə bilərəm ki, mən qürur hissi duyuram ki, mənim evimdə də ikinci bir hərbiçi yəni bu günləri var və dövlətimizə, xalqımıza öz borcun, bacarığın layiqincə yerinə yetirməyə hazır olan bir zaman yetiştirilmişik. Vaxtaşın, babalarımızın kanı bağımsız olan uçanlı döyüş bayrağının müqəddəs seçil ölməsi sənindir. Bayrağımın göy rəngi, ümidim, al rəngi, kanım, yaşlı rəngi imanım olsun. Haritası tarihin nişanesi, parıltısı severlerin ışıqdır. Yazısı qəhrəmanlıq və şücaətə çağırışdır. Arası dözüm, haftası şərəf və məsuliyyət rəmzidir. Bu böyük və müqəddəs əmanət əlində bək saxla. Vətənin azadlığı və müstəqilliyi uğrunda dökülməyə hazır olan qanının sonlanmasına qədər onu daim yüksəklərdə tut. Jalə Bayramlı, Ceyhun Raysimoğlu, Cəlil Rəcəbli, Səs TV.